Əziz Tapşırıq TV izləyiciləri, hər birinizi xoş gördük. Nə edirsiniz? Kanalımıza abunə olursunuz, bəyənirsiniz. Bizlə gələn il əlaqə dərslərlə əlaqə saxlamaq üçün 775 81 72 nömrəsinə əlaqə saxlayırsınız. Kanala abunə olursunuz, bəyənirsiniz və paylaşırsınız və vaxt Cəbrayıl kanalında izləyirsiniz. Bilirsiniz ki, mən həm də o kanalda bizimdir. Deməli, Azərbaycanda ilk nəşrlər mətninə əsasən krossvordu həll et. Baxaq, yuxarıda mətbəənin fəaliyyət göstərdiyi ilk şəhərlərdən biri. Birincisi ilk şəhərlərdən biri Şuşa idi. Şuşa. Sonra 20-ci əsrdə Azərbaycanda mətbəə açan qardaşlar Ünsizadə olmalıdır. Ünsizadə olmalıdır. Ünsizadə. Növbəti sualımız Bakıda elektrik enerjisi işləyən ilk Orucov qardaşlarıdır. Orucov. Növbəti Əkinçi qəzetinin Həsən bəy Zərdabi. Zərdabi olduğuna görə Zərdabi, yəni onu yazırıq. Sonra Azərbaycan mesenatı Zeynalabdin Tağıyev. Növbəti 6 maşallah nə uzunluğundadır bu? Bir dənə gözləyək. Deməli sonuncu hissə ki qaldı. Burada nə deyir? Poçkus hekayəsi müəllifi Məmməd Quluzadə. Davam edirik növbəti tapşırıqla. Mətnə istinad edərək aşağıdakı fikirlərin doğru və yaxud yanlış olduğunu, yoxsa ehtimal olduğunu bildirin. Deməli, Əkinçi Azərbaycan ilə yayımlanan ilk milli qəzetdir. Bu doğrudur. Sonra 22 iyul Azərbaycan Milli Mətbuat Günüdür. Ehtimaldır, çünki Əkinçinin yarandığı gün ola bilər. Mətndə belə məlumat yoxdur. İlk nömrəsi İstanbulda nəşr edilməyib. Yanlışdır bu. Orucov qardaşları Almaniyada təhsil almışdır. Məncə Rusiyadaydı. Qızlar məktəbi binası Tağıyeva məxsusidir. Bu da ehtimaldır. Bu haqqda məlumat verilməyib. Növbəti C tapşırığına keçirik. C tapşırığında bizə nə istəyir? Davam edirik. Bu dəfə çox fasilə verdim. Müəyyən səbəblərə görə eşidirsiniz, vacib mesajlar gəlir. Onlara cavablanmış ola bilərəm. Keçirik C tapşırığına. C tapşırığında bizə deyir ki, ardıcıllıq hansı ilə olmalıdır? Ardıcıllıq məncə ilk dəzgah qurulmalıdır birinci. Birinci buradaydı. 1. İlk dəzgah qurulandan sonra Şuşada fəaliyyətə başlayır. Bu olur 2. Şuşadan sonra Əkinçi qəzeti yaranır. 3. Ondan sonra Ünsizadə olur. Bu olur 3-4 hani Ünsizadə var idi axı. 4. Ondan sonra Ömər Faiq Nemanzadə 5. Sonra da Orucov qardaşları elektriklə işləyən mətbəə yaratdılar. Deyir ki, əkinçilik yoxsa bu sualları oxuyaq. Əkinçi qəzeti buraxarkən Zərdabi bir çox çətinliklərlə qarşılaşmışdı. Həmin dövrdə Azərbaycan Çar Rusiyasının tərkibində idi. Azərbaycan dilində qəzet buraxmaq üçün icazə almaq çətin məsələ idi. Həsən bəy müraciətində qeyd etmişdi ki, çıxaracağı qəzet Əkinçi adlanacaq. Güya Əkinçi siyasət məsələlərinə qarışmayacaq, ancaq əkin və əkinçilikdən danışacaq. Yalnız bundan sonra Çar məmurları naşirə qəzet çıxarmaq üçün icazə vermişdi. Şübhəsiz ki, Zərdabi qəzeti Əkinçi adlandırmaqda Çar rejiminin fikrini qəzet əsasının ideyasından yayındırmaq məqsədi güdürdü. Xalqa maarifçiliyi aşılamaq missiyasının üzərinə götürən Zərdabi Əkinçi qəzetinin ilk nömrələrini birində yazdı. Bugün xalqa elə kitablar, qəzetlər, jurnallar, məktəblər, kitabxanalar lazımdır ki, göz açan, ağıl artıran olsun. Həqiqətən də Əkinçi qəzetinin hər bir nömrəsi sanki müdrik ustadın qələmi ilə yaradılmış kitab idi. Bu mənada Zərdabinin 2 il ərzində həmvətənlərinə 56 kitab bəxş etmişdi. Yəni o qədər güclü bir dərs çıxarmışdı. O qədər güclü bir qəzet ortaya qoya bilmişdi. Bu gün də bizim naşirlik tariximiz, mətbuat tariximizin özülü Əkinçi qəzetindən götürülür. Deməli, missiya sözünün kontekstə görə mənasını izah eləyin. Deməli, bir saniyə uşaqlar. Davam edirik. Deməli, missiya nə deməkdir? Buradakı missiya mətnə görə o deməkdir ki, xalqa maarifçilik yolunda xidmət göstərmək. Xidmət, yəni bu mənada özünün
göstərir. Zərdabi hansı çətinliklə qarşılaşmışdı? Zərdabi deməli icazə problem idi. Çünki Azərbaycan dilində qəzet buraxmaq çətin idi. Çətin məsələ idi. Çünki nəyə görə əkinçi adlandırdı? O, deməli, Zərdabi güya qəzetdə əkinçiliklə bağlı məlumatlar yayacaqdı. Qəzet çap etməkdə naşirin əsl məqsədi nə idi? Xalqı oyatmaq idi. Sonuncu abzada kitab sözünün dırnaqda yazılmasının səbəbini izah et. Deməli, daha doğrusu əkinçi qəzeti kitab kimi bilik mənbəyi rolunu oynayırdı. Dərslikdə verilmiş Azərbaycanda ilk naşirlər mətninin hansı hissəsini genişləndirmək mümkündür? Bu haqda ilk naşirlərdə Zərdabi olan hissəni haqqında olan hissə. Çünki burada da əkinçidən danışır, əkinçinin yaradıcısından danışır. Ona görə o hissəyə yaza bilərik. Bu hissəmizdə bitdi. Növbəti izahlarda görüşərik.